Salam dəyərli izləyicilər, evimizin minimum kvadratı nə qədər ola bilər? Gəlin bunu aydınlaşdıraq. Sizlər üçün tikinti standartlarına uyğun bütün normalarını qeyd edəcəm və sonunda hesablayacağım. İlk olaraq bir otaqlı evdən başlasaq, bir otaqlı evdə standartlara uyğun minimum ümumi otaq 15 kvadratdan aşağı olmamalıdır. Ondan sonra mətbəx və yaxud da kiçik mətbəx formalı bir yer var. O isə 5 və 8 kvadrat olmalıdır minimum. Sonra dəhliz var, yəni giriş, hol deyilir. O 2,5,3 götürə bilərik. 3 götürürük. Bir də vanna otağı var ki, onda minimum 3 kvadrat götürməliyik. Bunları hesablasaq 26 və 29 kvadrat edir minimum sahə. Ortalama 28 götürmək olar. Zaten tövsiyədə də yazılır. İndi isə 2 otaqlı evlərə keçsək, 2 və daha artıq. Burada isə ümumi otağın minimum sahəsi 16 kvadrat. Burada artıq mətbəx minimum 8 olmalıdır. Yenə hol 2,5-dir, 3 götürmək olur. 3 götürürük. Ondan sonra vanna otağını biraz artırmaq daha yaxşı olar. 3-5 arası bu da götürülür. 3-5 kvadrat. Sonra uşaqlar üçün otaq olur ki, o otağı da biz minimum standartlarına 8 kvadrat götürə bilirik. Və sonda valideynlər üçün və yaxud da yaşlılar üçün bir otaq, onda 10 kvadrat götürürük. Gəlin bunu hesablayaq. 48 ilə 50 kvadrat arası götürmək olacaq. Əzizlərim, biz ən minimum standartları yazdıq. Bununla bağlı nə suallarınız olarsa cavablamaya hazırıq. Görüşənəcək.